Salam səhifənin dəyərli izləyiciləri, sizə bu günləri bir maraqlı mövzu ilə bağlı bir video çəkmək istəyirəm. Bütün demək olar ki, xanımların, müştərilərin ən əsas problemli suallarından biri. Mənim aldığım sobalarda üst spiral işləmir. Üst spiral dedikdə burada görünən ortada olan dalğavari spiral və kənarda olan spiral. Bütün xanımlar üçün ən böyük problemlərdən biridir ki, mən sobanı almışam, sobada bizim o ortadakı dalğavari spiral işləmir. Əslində məsələ belə deyil. Normal alt-üst rejimlərdə, yəni burada göstərirəm, alt-üst rejimlərdə nə olsun, son və fan motorla olan rejimlərdə olsun, alt rejimlərdə olsun, bunlarda üst rejimlə bağlı olan proqramlarda sadəcə olaraq sobanın bu kənarlarında gördüyümüz spirallar işləyir. Ancaq və ancaq kənarda gördüyümüz spiral işləyir. Ortadakı bu dalğaları, spiralların isə işləmə rejimləri həmin o proqramlarda deyil. Onların işləmə rejimləri burada proqramlarda olan grill proqramında və ızqara proqramları üçün nəzərdə tutulub. Yəni digər proqramlarda, normal alt-üst spirallarda həmin o spiralın işləməsi, həmin o proqramlarda bu spiralın işləməməsi normal düzgün haldır. Yəni o barədə qəti narahat olmayın. Əgər ortadakı spiralın işləməsi istəyirsinizsə, yoxlamaq istəyirsinizsə, həmin o grill və ızqara proqramlarını seçərək həmin o proqramlarda bu spiralın qızardığını görəcəksiniz.